donor tapmışdıq, komissiya buraxmadı. Komissiya Aykla çox kobud danışmışdı orada komissiyada ondan və o həmin komissiyadan çıxandan sonra çox həm psixoloji çöktü, həm yəni Ayk heç vaxt elə görməmişdim. Danışam çox pis oluram. Yəni o komissiyadan sonra Ayk çox pis olmuşdu, yəni çox çökmüşdü. Çox güman ki, içində hər zaman hirsini falan çəkirdi də. Amma bu komissiyadan sonra o çox yəni hiss olundu onun çökməyi. Yəni o da onun böyrəyini də vurdu, insult keçirdi də. Bu yaşadığımız bu hadisə mən onu dilimə gətirə bilmirəm, yaşadığımız, yəni onun getdiyini, köçdüyünü onu dilimə ala bilmirəm, amma bunu düşünmürdük. Yəni bunu qəti düşünmürdük. Ən pis halda aylarla, günlərlə pasteldə yatmağını düşündük ki, xəstəxanada yata bilər. Ən pis halda. Amma bunu qətiyyən düşünmürdü. Heç kəs düşünmürdü. Hamı görürdü pisdir, amma heç kəs onu düşünmürdü. Həmin hadisə baş verməkdən bir neçə gün öncə mən bunu başqa müsahibələrdə demişəm. Biz xəstə idik. Biz hətta yeni il ərəfəsində idi həmin hadisə. Biz yeni ili belə bir yerdə keçirtmədik. Mən mamamla Züleyxa biz bir yerdə idik. Üçümüz də virus olmuşduq.